Aha, Kenan. De gelsin. Mesela 11. 11. Neither the merchants nor the shepherds knew how the crisis was going to affect. Burada budget var deyin, isim var deyin. Səncə hansı gələ bilər? This gələ bilər. Am, şey, Niyə? hem resmen isim olmadı da. Ay, sağ ol. Ours? Ağustan geldi. Nə? Ours sözündən sonra isim istəmir. Ha, ilk, It's. ilk, It's həmişə cümlənin başında gəlir. yani bu da olur. Və yaxud da ki, mürəkkəb cümlədirsə, mürəkkəb cümlənin başında olmaz. De, değil olur. İndi baxırıq. Neither the merchants nor the shepherds knew how the crisis was going to affect. Kriz təhsil edir. Nəyə? Neither the merchants nor the shepherds knew how the crisis was going to affect. Təsir edir. Onların shoppers. Burada nordan sonraki isim uşaqlar. Bunu deyim. Nordan sonrakına baxırıq biz. Nordan sonraki cəmdədir deyin. Biz burada their budget deyirik. Əgər nordan sonraki təkdə olsaydı içi götürərdik və yaxud da ki hizi götürərdik. Deyir ki, nə Hem de tacirlər, bəli, nə tacirlər, nə də ki alıcılar bilmirdi ki, krizis onların büdcəsinə necə təsir edə bilər, necə təsir edəcək, necə təsir edəcəyini bilmirdi. Kimin büdcəsinə? Krizin büdcəsinə yox ki, təbii ki. Mübtədamız crisisdirsə, okey, içi seçmək deyərdik ki, aid müəllimə. Burada the crisis şeydir, mübtədamız budur, biz buna görə içi seçirik. Xeyr, kimin büdcəsinə təsir edir? Satıcıların və alıcıların və ondan sonraki isimimiz cəmdədir deyin. Biz burada their seçirik. Çünki şəxslərin büdcəsinə. Amma it's olsa düzgün deyil. Aydın oldu tərcüməmi, izahım? Bəli. Aha. Ayan, indi həmişə belə bir şey olanda əmr cümləsi üstə gələk, vergül, üstə gələk ad varsa bu xitabdır. Deyir, ay Mike. Bu zaman Mən onda şeydim. B variantı. bəli, yourself seçirik. Çünki yox desək ki, Yosef mi? özünə yaxşı bax deyir, ay Mike. Əgər burada Mike yox, children olsa, girls olsa, onda yourselves olar. Çünki xitab edir. Uşaqlar, özünüzə yaxşı baxın. Başa düşdünüz? Evet. Ona görə yourselves verərdik. Amma burada bir dənə adam adı çəkib Mike və yaxud da ki, tutam desəydi man. Ana, özünə yaxşı bax. My friend olsaydı, biz burada nə edəcəkdik? Okay, onda biz şeyi seçərdik, B-ni seçirik. Amma yenə deyirəm, burada vergüldən sonrakına baxırıq. Bir nəfərdirsə, yourself, çox adamdırsa, xitabı çox adam edir, yourself seçərdik. Zaur, Zor yoktu. Yani. burada. Zaur. Ama yani yok. Züleyha çıktı. Bəli. Getdik. Deva 13-də. I didn't like the style of our coats, but I liked. Them clothes. Bax, deyir ki, I didn't like the style of the fur coats. Mən deyir, dəri paltoların stilini xoşlamadım. Ancaq rənglərini xoşladım. Nəyin? Evet. Nəyin rənglərini xoşlayır? Evet. Paltoların. Dəri Onlara paltoları. Dəri Bence paltoları. zero olur. Bəli, their olur burada. Their colors. Çünki bu fur coats'u deyil. Burada söhbət buradan gedir. Fur coats. Hers olmaz. Hers özündən sonra ümumiyyətlə isim istəmir. Its olmaz dedi. Fur coats təcəmdədir. It's adətən cümlənin başında veririk.
Them onlara, onları deməkdir. Them'dən sonra da isim gəlməz. Züleyxa, Joseph's little niece did all the sums. Söhbət burada niecedən gedir. Mənim Züleyxa yoxdur. Var, Mustafa. Mənim burada isim gəlməyib də, yəni nöqtələrdən sonra. Onda özündən sonra isim istəyənləri silməliyik. Niece var. Niece seçirik. Deyək ki, Joseph's little niece. Ona görə müəllim it's olmur. Çünki özündən sonra isim istəyir. Sonra. His də olmur. Çünki özündən sonra isim istəyir. Niyə his özündən sonra əgər iyəliyə vəzinin birinci formasıdırsa, Halda da işlənir, bəli. İki halda da işlənir. Onda niece də təkdədir. Ona görə tək seçməliyik. Ona görə them olmur. Himself, herself. Himself. Niye iki adlı yoxsa qadın müəllim? niece nə deməkdir? Kim deyər? Niece. Ehtiyat. Ece. Biri var nephew. Nephew yazılır. Qohumluq bildirən sözdür. Nephew. Bir də var niece. Qohumluq bildirən sözlərdəndir. Nephew. Bacı oğlu, qardaş oğlu. Niece. Bacı qızı, qardaş qızı. Qardaş qızı. Ona görə hansı olur? Ay mənim indi həm bacı qızı, həm qardaş qızı. Mən bilmədim bax bunun cinsi nədir. Qızım, bacının qızı ya da qardaşın qızı. Qız cinsidir. Ona görə herself, himself olmur. Bəli, Herself olur. bəli, herself. Mustafa. Oxuyum müəllim. Aha. 15'te müəllim. Neither the teacher nor the student expects you to make such important decisions. Burada müəllim teacher yourself olar. Sonra yourself olar elə. Bir. Aha. Hı-hı. Bir də 3. 1-3. Yox, 1-3 yox. 1-5. 1-5 yourselves. You'ya görə bəli, you və yourselves. Neither the teacher nor the student expected you to make such an important decisions. Yourself or yourselves. Nədir? Yourself-i teacher-ə görə qoyduq. Yourself də students-a görə elə. Elə you'ya görə, ikisini də you'ya görə qoyduq. Sən və yaxud da sən özün və yaxud da siz özünüz bilmirik də. Ha, başa Peki, düşdüm, nə müəllim. müəllim, nə şagirdlər sizin özünüzün belə bir vacib qərar verəcəyinizi Bəlkə sən bilmirlər. özün. Sənin özünün belə vacib qərar verəcəyini, bəli, sənin yəni. Aha, Bəli, alt Kənan, variantı. 16. Choose a color population. Option. Nədir, hə? Whose book is this? It is. Ana, siz bu var ya, İsimsiz işlənəni seçməliyik. ha, isimsiz, yox. Bəli, qalanlar isimdən işlənir. Where özündən sonra isim işləyir. Ayşə gələsiz. Bəli, gələcəm. My özündən sonra isim, her özündən sonra isim, our özündən sonra isim. Birinci günlər burada Dövlət İmtahan Mərkəzində seminarı olur, ora gedirəm, ona görə gələ bilmirəm. O imtahanlar haqqında zat danışılır orada. İmtahanları yoxlayırsınız, yoxsa? Yox, imtahan suallarının tərtibi, abituriyent jurnalının. Müəllimələrin Hə. şəxsi. Orada bir dənə. Bir də imtahan müəllimi ayın 14-üdür. Hə, imtahan suallarının tərtibi, abituriyent jurnalına düşəcək sualların tərtibi, imtahana düşəcək sualların tərtibi onun haqqındadır. Abituriyent jurnallarının tərtibi, onun suallarının tərtibi, onun suallarının düzəlişi, belə. Yəni, iştirak edirəm ki, görək imtahana nə tər suallar düşəcək, nə qalacaqlar, onu bilmək istəyirəm də. Bəli. Nə o 12 nömrənin müəllimidir. Bir müəllim də Ayangin müəllimidir, Atikli müəllimə. Günel müəllimə. Adı nədir? Günel. Ha, Günel. Hı. Bildim Ahmet. Ben satı
Qısa adı uzun. Qara açıqlı statusda var. Bəli. Aha. Whose work is this? Bunu keçdik. Ayan. Mənim 17-də bir Mhm. dəqiqə baxım. Mən burada birinci A variantı olmaz. Bəli, B çünki variantı da olmaz. bəli. D da olmaz. Niyə olmaz? D olmaz mənim çünki təkdədir. Yox, this özündən sonra isim istəmir, amma burada clock var. Bəli. Amma S olar. Yaxşı, yenə olmadı. Yenə olmadı ayan. Mənim çünki onun sonra isim gəlir. O isim gəlmir. Ani olmadı ayan. This. Mənim çünki onun sonra cəm gəlməz. Cəm gəlməlidir. Biz This Bəli, ilə də cəm o sözündən gəlməlidir. sonra Çalışqan tək gəlmişdi. gəlməz. Bəli, yaxşı, Zaur. B niyə olmadı bəs müəllim? Çünki ondan sonra da cəm gəlməli. Yox, D olmadı, ona B-dən də sonra da cəm gəlməlidir, A-dan sonra da. Ha, bildim. D-də, D ilə Y-də isə isim gəlməz. Saat çatmayacaq, vaxtımız az qalıb, gəl təzəsini açaq. Yaxşı müəllimə. Neçə var? Tarixi bağlanır.